71-ci yuxu ilə bağlı olan sünnətlərdir. Hansı ki, bu günləri çox qardaşlar verir o sualı ki, yuxu görmüşəm, qorxulu yuxudur, xeyirli yuxudur, onu danışmaq olarmı və yaxud da bu yuxunu necə yozaq? Allah Rasulü buyurur ki, yuxu üç cürədir. Hədisdə gəlir. Allahdan olan yuxular, xeyirli yuxular, salih yuxular, cənnəti görmək, Peyğəmbər sallallahu əleyhi və səlləm görmək və s. kimi şeylər görmək. Və Allah Rasulü buyurur ki, kimdir bu cür yuxu görərsə, onu ya salih insanlara, xeyirli insanlara danışsın. Şeytandan olan yuxu, qorxulu yuxular, şər olan yuxular, insanın özünün ölümünü görmək və s. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, bunu heç kəsə danışma. Heç kəsə danışma. Və bir də insanın bir şey haqqında çox düşünməsi və o şey deyir, onun yuxusuna gəlib girir. Peyğəmbər sallallahu əleyhi və səlləm. Və alimlər də hədisləri əsasən söyləyirlər ki, yuxu ilə bağlı Peyğəmbər sallallahu əleyhi və səlləm bir neçə sünnəti var. Əgər insan yuxu görürsə qorxulu, sol tərəfə 3 dəfə tüpürmək. Başını çöndərsən, Auzubillahiminəşşeytanirracim. Sonra ikinci, şeytanın şərrindən 3 dəfə Allaha sığınma. Auzubillahiminəşşeytanirracim. Bunlar hamısı hədislərdə zikr olunur. Üçüncü, yeri dəyişmək. Yəni yatdığın yer ki var, o yerdən başqa bir yerə dəyişirsən yeri. Və yaxud da qalxıb 2 rükət namaz qıl. Qalxıb 2 rükət namaz qıl. Həmçinin də o gördüyün ki var ha, onu şərdirsə heç kəsə danışma. Və sonra buyurur ki, onu təfsir etməmək. Yəni onu yozmamaq. Onu Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, hədisdə yozulmadıqca yuxu deyir, quşun ayağındadır deyir. Bu cür deyir. Yozulduğu zaman, yozulduğu kimi də yerinə düşər deyir. Onu deyir, yozmayın. Sən qorxulu yuxu daha görmüsən, özünün ölümünü görmüsən. Və gəlirsən danışırsan birinə. O biri də deyər ki, elə də olacaq da səni öldürəcək. Onu deyir, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur, o cür də ola bilər. O olur, insan yuxu görür, sonra durur görür, onun həyatda baş verir. Niyə görə baş verir? Çünki onu o cür də yozur. Ona görə də eləmsə də başına gəlir. Subhanallah, yuxu elə belə şeydir. Yuxu Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, ölümün qardaşıdır. Hələ indiyə kimi yuxunun sirlərini tapan olmayıb. Niyə görə insan yuxu görür? Amma şəriət bizim üçün asanlaşdırıb ki, insan yuxuda nə günah etsə də belə ona görə ona günah yazılır. Adam öldürsən də, zina etsən də, yuxuda eləməsən. Aylana qədər sənin üzərindən qələm qaldırılır. Allah haqqında. O əsərdə həmçinin buyurur ki, elə zənn edirəm ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurdu ki, sən onu səni sevən və yuxu yozumunu bilən kimsədən başqasına danışma. Sonra görürsən qardaşlar sual verirlər ki, biz falan yuxu görmüşəm, onu yozmaq olar. Yəni peyğəmbərlər yoxdursa, onu heç kəs yoza bilməz. O vaxt peyğəmbərlər var idi, insanlar gəlib danışırdılar, onlar yozurdular. Peyğəmbərlər yoxdur deyənə onu heç kəs yoza bilməz. Bu da dəyərli qardaşlarım yuxu ilə bağlı olan sünnələrdir. Hansı ki, bunları unutmaq olmasın.